Əslin, heç yalan danışmısan? Təbii ki. Çox olub. Belə də, hə, Niyə yalan danışırıq biz? qarşımızdakını aldırmaq üçün. Doğru cavabdır. Bəli, əziz valideynlər, avtizmli uşaqlar çox zaman yalan danışmazlar. Bu sualı çox verirsiniz. Müəllimə, çox saf uşaqdır, çox dürüst uşaqdır, heç yalan danışmır. Əslində bu bir ağıl nəzəriyyəsi bacarıqlarında olan əksikliklərdən irəli gəlir. Çünki əgər uşaq qarşısındakının nə düşündüyünü, nə hiss etdiyini, nə bildiyini təxmin edə bilmirsə, onun duyğularını anlaya bilmirsə, təbii ki də yalan danışmağı bacarmayacaqdır. Yalan danışmaq məqsədlidir. Məsələn, qarşımızdakını aldatmaq və yaxud da ki, hər hansısa bir özümüzə lazım olan bir məqsədimizə çatmaq üçün qarşımızdakına yalan demək və yaxud da ki, qarşımızdakının bizi bəyənsin deyə doğruları deyil, yalan deyərək onun bizi alqışlamasını, təqdir etməsini gözlədiyimiz zaman yalan danışa bilərik. Və yaxud da ki, bir şeyləri yanlış etmişiksə belə öz səhvimizin fərqində oluruq, məcburiyyət qarşısında başqasına yalan danışırıq və s. Yalanın növləri çoxdur. Bunları ayrı-ayrı videolar şəklində təqdim edəcəm sizlər üçün.